Bəzi tikinti şirkətləri sökülməsi nəzərdə tutulan binaların sakinlərinə mənzilin dəyərindən daha az məbləğ verməyə çalışırlar. Xüsusən Bakının prestijli yerlərində tikinti şirkətləri vətəndaşlara evinin kvadratına görə 1500-2000 manat pul təklif edir. Sonra isə həmin ərazilərdə tikilən çox mərtəbəli binalarda evlərin kvadratını 4-5 minə satır. Bu isə vətəndaşların narazılığına səbəb olur. Proses qanunla necə tənzimlənir? Evlərini tikinti şirkətlərinə satan sakinlər daha çox pul almaq üçün nə edə bilərlər? Qlobal İnfoza danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Bakıda 2018-ci ildən bəri pilot layihələrin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən verilən qərar ləğv edilib. Stat: tikinti şirkətlərinin yalandan pilot layihə adı ilə insanlara psixoloji təsir etməsi qanunsuzdur. Gəlir əldə etmək istəyən şirkət vətəndaşın məramını fikirləşmir. Evi vətəndaşdan daha ucuz qiymət almağa çalışır. Burada tez-tez tikinti şirkətlərinin işlətdiyi ifadə də bunun dövlət layihəsi olmasıdır. Lakin bu belə deyil. Tikilən binaların hər biri sahibkarların şəxsi qazancı üçün hesablanmış layihələrdir. Ona görə də mülkiyyətçilər öz mənzillərini fərdi qaydada qiymətləndirməklə MTK-lara təqdim etməlidirlər. Onlara sərf edən şərtlərlə müqavilələr bağlamalıdırlar. Bir çox hallarda MTK-lar deyir ki, sizə kvadratdan 20% artıq təklif edirik. Bu, qanunvericiliklə tənzimlənmir. Vətəndaş kvadratdan 50-100%-ni də tələb edə bilər. Vətəndaşların mənzilləri ilə bağlı onların maraqlarına xidmət edən qiymətlər təklif etməyə haqları var. Yalnız dövlət ehtiyacı üçün torpaq alındıqda həmin vətəndaşlara bazar dəyərində ödəniş edilməklə əmlakından çıxılması təklif oluna bilər. Qalan bütün hallarda vətəndaşın marağı mütləq gözlənilməlidir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.